Bugünkü tələbələrimizin hazırladığı içli köftədir. Çox da qəşəng alınıb. Düzdür, formaları bir-birindən fərqlənir. O deməkdir ki, hər bir əl qabiliyyətinə uyğundur. Amma mən tam əminəm ki, dadı çox mükəmməl olacaq. Çünki tam reseptinə uyğun həll eləmişik, hazırlamışıq uşaqlarla bərabər. Yanında da sumaq səpək. Sumaq səpək tərəfiyə. Ləzzəti də olsa çox yorucudur. Yox, yorucu deməzdim mən ona. Yorucudur da, yordu bizi yeter. Sizi nəyi yordu? Çünki sizə tanış olmayandı ona görə. Amma ki, bir dənə də yayla çorbası, tam mövsümə uyğun. Hava aprel ayı olmağına baxmayaraq, hava çox soyuqdur. Bu yayladır. Bəli, bu yayla çorbasıdır. Bu bizim içli köftəmizdir. Afqani salatasıdır, yaşıllıqdır. Və meyxanə pilavımız var. Və dolğaya da oxşayır, görmüşəm. Bəli, oxşayır. Bizim dolğanın göyərtili variant, göyərtsiz variantıdır. Meyxanə pilavımızı da çəkin. Suyunu açıq. Bir iki toplarken çıxar. Bir atar yarım şey tez kızarsın. Hə, çıxar. Tamam, şöyle.